Bərdədə pendir sexində partlayış baş verib, hadisə sexin qazanxanasında qeydə alınıb. Partlayış nəticəsində nəzarətçi 1960-cı il təvəllüdlü Teyyub Yusufov dünyasını dəyişib. Hadisəyə qaz sızmasının səbəb olduğu deyilir. Faktla bağlı araşdırma aparılır. Həmin pendir sexinin fotosu. Bundan başqa Musavatda yayılan xəbərə görə Rusiya ordusu Donetsk vilayətinin Kuzminovka yaşayış məntəqəsini ələ keçirib. Oktyabrın 6-sında Abşeron yarımadasında mülayim xəzri küləyinin gündüz arabir güclənəcəyi gözlənilir ki, bu da həssas insanlar üçün əsasən əlverişlidir. Yaxşıdır yəni onlarda. Azad İran Telegram kanalında İranda öğrencilərin sosial xidmətlərin ləğvinə etirazları davam edir. Söhbət tələbələrdən gedir. Tehranın Xacə Nəsrəddin Tusi adına Texnologiya Universitetində tələbələr yataqxana xərclərinin artırılması və bəzi sosial xidmətlərin ləğv edilməsinə etiraz olaraq 4 gecədə aksiya keçirirlər. Baxın.